Herkese salam canlarım. Videoma ve kanalıma hoş gelmişsiniz. Bugün sizinle bir yerde dırnaqlarımızı yeniləyirik. Ama önce bunun için gedirəm mağazaya özümə ləvazimat almağa ve bu arada siz de kanalıma abone olmağı unutmayın. Videonu beğenmeyi unutmayın. Sizleri sevirəm. Videonu burada dayandırıram. Dostlar, deməli aldım. Ama ki tapa bilmədim istədiyimi. Girdim idealda zərf olan far idi, amma tam istədiyim kimi değildi. Gelə qalarsak da geldəki zərli gellərdi. Mənə də şəffaf gel lazımdı akvaryum üçün. Ona görə gedirik nail shop'a. Və bunu da qeyd edim ki, mən profesional dırnaq ustası deyiləm. Yəni videoda bəzi səhvlərim ola bilər, dırnaq düzəldəcəm, onu da paylaşacağım. Yəni burada mənə yorumlarınızı bildirin, amma səhv tutmayın da təbii ki də, çünki profesional deyiləm. Bəli dostlar, axırda gəldik, çatdıq nail shop'a. Gedək görək, məncə istədiklərimi burada tapa biləcəm. Havanın soyuğunda əsir ola axırda istədiklərimi nail shop'dan tapdım. Mənim üzümdəki vatan gülüşü. Gedək dırnaqlarımızı düzələk. Təbii ki də onda video şəklində çəkəcəm. Bəli canlarım, indi isə gələk bu dırnaqları söküb daha gözəllərini yığmağa. Mən dediyim kimi profesional dırnaq ustası deyiləm, nə də ki bunu öyrətmək baxımından eləmirəm. Sadəcə olaraq mən özüm dırnaqlarımı necə edirəm, bunu sizinlə paylaşıram. Ümid edirəm ki, siz də bəyənərsiniz. Və mən dırnaqlarımı belə edəcəm. Öncəliklə bunları tam sökəcəm. Ondan sonra yeni dırnaq yaradacağım. Və əslində bunu belə də eləmək olar. Dırnağın üstünün rəngini götürüb, qırmızı rəngi götürüb, təzədən gellə falan düzəliş etmək olar. Amma mən bu dəfə elə eləmək istəmirəm. Ona görə də istəyirəm hamısını birdən söküm və yenidən yığım. İsə burada videonu dayandırım ki, video çox uzun olmasın, siz də baxanda sıxılmayın. Yəni bunları sökürük. Deməli qızlarım, mən dırnaqlarımı söktüm bu formada. İndi isə keçirəm dırnaqlarımı manikür eləməyə. Gördüyünüz kimi aparatım. Öncəliklə istəyirəm ki, dırnaq kutikullarımı bu başlıqla təmizləyim. Yəni ötləri yuxarı qaldırım. Daha sonra isə bunun köməyi ilə dırnaq kutikullarımızı kəsək ki, təmiz bir görüntü alınsın. Mən profesional dırnaq ustası deyiləm. Sadəcə öz dırnaqlarımı özüm düzəldirəm. Bu arada hələ də videomu bəyənməmişsinizsə, kanalıma abunə olmamışsınızsa, xahiş edirəm, edərsiniz canlarım. Siz edin ki, mənə də motivasiya olsun və bu tərz videolar çəkin. Öncəliklə iki əlimi də manikürünü edib qutaracağım. Daha sonra başlayacağım akvaryumları yığmağa. Bakın bu formada. İndi digər əlimi də edib daha sonra keçək bunları kəsməyə. Və digər əlimin də kutikullarını belə yuxarıya qaldırdım. Frez başlığı ilə. İndi bu Temu'dan aldığım, yeni almışam bunu da qayçıda. Öncəliklə mən spirtləmək istəyirəm bunu. İndi kutikullarımızı belə başlayaq kəsməyə. Bence biraz mahnı koyaq. Sevirsiniz belə videoları. Mən izləməyi çox sevirəm belə videoları. Mən istifadə etdiyim məhsulların bir çoxunu Temu'dan və digər ala bilmədiklərimi isə buradan almışam. Yəni hər hansı bir mağazadan təbii ki, istəsəniz ala bilərsiniz.
Affet diyen kimiz, geç diyen kim, aşktan keçen kadar, ölene kadar aşık olamazsın. Sen otur oyunlara kat, senin bir kalbin var. Hadi diyelim bir çok deli sevdi, senin için her şeyi verdi. Ya bir gün olur sana ben tırnaklarımın kutikullarını kestim, temizledim hangi formada. İndi ise tırnaklarımı pilka vasıtasıyla matlaştıracağım. Ben gibi sevmedi biririm, bu sefer de yalancı ben olmam. Seni bir kalemle rezil ederim. Bakın. Verdim. Diğer elimi de edeyim gelin. Ve diğer elimin de pilkasını bitirdim. Yani üstünü matlaştırdım. İstifade ettiğim tipsi budur. İçinden hem balerin, hem kvadrat, hem stiletto her bir çeşidi var. Ben indi görək hansını istifade edeceğim. Açabilsem. Acaba hangisinden istifade etsem? Kvadrat mı? Yoksa balerin mi? Kararsız kaldım. Buna karar verim gelmem, karar veremiyorum. Bəli kızlarım, ben dırnaq formamı seçtim. Yine tabii ki hemenki formadan devam edeceğim. Bu balerin forması. Deməli nə edirik? Tipsiləri seçirik dırnağımıza uyğun. Mən akvaryum yığdığım üçün şəffaf geldən istifadə edəcəm. Gelim də budur. Cody'nin gelidir. Bunu mağazadan almışam. Hər hansı bir mağazadan. Hətta qiyməti də var üstünə. 5 manat 80 qəpik. Bu da ki fırçadır. Bu çox əlverişli bir fırçadır. Mən bunu Temu'dan almışam. 1 manat neçə qəpik falan belə olmalıdır. Gelləri mən bununla vururam. Çox yəni qəşəngdir də bu. Məncə bundan alın. Digər tərəfdə var. Həm də iki başlıqlıdır belə. Aha. İndi geri kalan primer, bundan istifade edirəm. Cody'nin primeri. Ondan sonra ise baza. Bu bazadan. İndi nə edəcəm? Primeri çəkəcəm dırnağıma. Və bir dəfə də belə gedək. Dırnağın qalıcı olması üçün dırnaq təbii ki də qoyduğumuz dırnağın qalıcı olması üçün öz dırnağımızın mat olması şərtdir. Çünki əgər parlaqlıq olsa təbii ki də dırnaqda qoyduğumuz dırnaq qalmayacaq. Dırnağımı çox zədələdim mən. Çox zədələdim. Siz mənim elədiyim kimi eləməyin. Aha, primeri çəkirəm. Primeri 7 saniye quruduruq. Hətta 5 saniye də ola bilər. Yəni quruduruq. 5 saniye qurutduq. Okey. Bazanı çəkirəm. Primerdən sonra baza.
səliqəli formada bazanı çəkirik. Bazamızı çəkim gəl. Deməli, qızlarım, mən bir bazanı vurdum, 2 əlimə də qurutdum. Daha sonra isə tipsimi gelini çəkdim, içərisinə bir qat vurdum. İndi mən bunun içinə akvarium yığacağım. Akvariumda isə belə zərlər almışam. Baxın. Belə. Bu formada zərlər. Belə bunları yığacağım mən. Zərlərdən bunun içinə. Aha, tak. İndi isə zərlərimizi vururuq. İndi neynədim qızlarım? Deməli, bir kist şəffaf gili çəkib, istədiyim dizayna uyğun belə içlərini doldurdum. Daha sonra isə bunları aparatda qurudacağım. Ondan sonra üzərindən bir qat da çəkib dırnağıma vuracağım. Qızlarım, siz bir dənə mənim dırnaqlarımın gözəlliyinə baxın. Dırnaqları belə yapışdırdım. Daha sonra isə üzərinə top coat çəkdim və dırnaqlarım bitdi. Bu formada hazırdır. Videomu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hələlik.